Gəlin fikirləşək, belə bir nüfuzlu, milyard dollarlıq imperiyalar quran insanlar süni zəkanın belə bir tələsinə düşürsə, biz sadə vətəndaşlar özümüzü bu fırıldaqdan necə qorumalıyıq? Təsəvvür edin ki, sizə bir zəng gəlir. Zəng sizin bir yaxın adamınızdan gəlir də. Bu sizin ailə üzvünüzdür ya sizin müdirinizdir. Siz telefonu götürürsüz və telefonda sizdən çox emosional bir formada ya da ki hansısa çox sirli bir formada nəsə istənilir. Bunu bu dəqiqə, yəni indi eləməlisiniz. Çünki sizin, yəni bu sizə zəng vurduğunuz adam deyir ki, ona təcili, çox təcili formada bu pullar ya da bu kömək lazımdır. Bu hansısa hekayə, yəni hansısa filmdən ssenarilər deyil. Bu bizim hazırki yaşadığımız həyatdır. Və hal-hazırda Bakıda bir çox evlərə zənglər gəlir, bir çox telefonlara zənglər gəlir, hansında çox emosional, çox stresli bir formada pul göndərmək, hansısa hesaba pul köçürmək kimi zənglər gəlir. Bu süni zəka zəngləridir. Yəni bu real insanlar deyil. Telefonun o biri hissəsində heç kəs yoxdur. Belə bir vəziyyət əslində ancaq sıravi vətəndaşla baş verməyə bilər. Belə bir vəziyyət 2 həftə bundan qabaq, məsəl üçün İtaliyada güclü, nüfuzlu iş adamları bu süni zəkanın klonlaşdırma tələsinə düşmüşdülər. Onlara bir zəng gəlmişdi İtaliya Müdafiə Nazirindən və onlar inanmışdılar ki, bu İtaliyanın müdafiə naziridir və milyonlarla pul ötürmüşdülər fırıldaqçılara. Gəlin fikirləşək, belə bir nüfuzlu, milyard dollarlıq imperiyalar quran insanlar süni zəkanın belə bir tələsinə düşürsə, biz sadə vətəndaşlar özümüzü bu fırıldaqdan necə qorumalıyıq? Və burada biz çox vacib məqama gəlib çatırıq. Bu süni zəkanın neytral olub olmaması məsələsi. Bir çox adam fikirləşir ki, süni zəka neytraldır. Yəni bir alətdir. Onu istifadə eləyirəm, bir instrument kimi istifadə eləyirəm. O sadəcə mənə lazım olan məlumatları emal edib mənə qaytarır. Amma bu səhvdir. Çünki süni zəka neytral bir alət deyil. Süni zəka məlumat axınını formalaşdırır. Yəni biz məlumatı əldə etmək istəyəndə biz fikirləşirik ki, bizim məlumata tam çıxışımız var. Amma əslində bu tam açıq bir çıxış deyil. Bu filtrdən, alqoritmik filtrdən keçirilmiş bir məlumat axınıdır. Bu məlumat axını bizim nə görəcəyimizi, bizim telefonumuzda açanda, bizim Instagramımızda, TikTokumuzda, hətta bizim istifadə etdiyimiz ChatGPT, DeepSeek botların özləri belə. Onlar seçir biz hansı məlumatlara bizim çıxışımız var. Yəni hansı məlumatları görmək bizim üçün vacibdir. Və bu nə deməkdir? Süni zəka artıq məlumatı ancaq emal etmirsə və bizim hansı suallar vacib olub olmadığını müəyyənləşdirirsə, yəni hansı sual hətta verməyə vacibdir sualını artıq müəyyənləşdirirsə, bizim məlumatımızı formalaşdırırsa, o deməkdir ki, bu artıq bizim reallığımızı formalaşdırır. Və bu reallıqda bizə yaxınımızdan fake bir dənə səs gələndə, zəng gələndə biz özümüzü bu reallıqda necə qorumalıyıq? Milyarderlər özlərini qoruya bilmirlərsə, biz sadə vətəndaşlar bu vəziyyətlərdə nə etməliyik? Və yaxşı xəbər odur ki, süni zəka həyatımızda kontrolu çoxaltsa belə, bizim yenə də kontrolumuz öz əlimizdədir və biz bununla mübarizə edə bilərik. Hansı formada? Birincisi, deepfake-lərdən qorunmaq üçün yaxınlarımızla, tez-tez ünsiyyətdə olan insanlarla, hansılarla biz tez-tez telefonla ünsiyyətdə oluruq, hansılar bizə dəyərlidir. Bu insanlarla biz kod sözləri fikirləşməliyik. Məsəl üçün, gedin yaxın dostunuza, deyin ki, nə vaxtsa hansısa telefondan sizə zəng gəlsə və o zəngdən mənim adımdan sizdən kimsə nəsə xahiş edirsə, yəni emosional vəziyyətdə, sirri vəziyyətdə fərqi yoxdur. Kimsə sizdən nəsə istəyirsə və bu dəqiqə onu istəyirsə,
Xahiş eləyirəm, bir pauza götürün və soruşun. Sən robotsan, yoxsa adamsan? Və sizdən xahiş eləyirəm ki, bu suala öz cavabınızı fikirləşin. Məsəl üçün, mən nə deyərdim? Mən deyərdim ki, yox, mən almayam. Məsəl üçün, belə bir kod sözü. Amma bu kod sözü ancaq siz və sizin yaxınlarınız bilməlidir. Yəni, bu sizi alqoritmlərdən qoruyur. Çünki alqoritm sizin beyninizin içinə baxa bilməz və sizin aranızda olan insan və ünsiyyət münasibətinə hələ ki girişə bilmir. Ona görə biz kontrolu orada saxlaya bilərik. İkinci mübarizə taktikası. Kod sözünüz yoxdursa, yəni bu insanla siz qabaqcadan müəyyənləşdirməmisiniz kod sözünü və siz şübhəlisinizsə bu zəngdən, zəngi bitirirsiniz və o zəng vuran adama özünüz zəng vurursunuz. Və zəng vuranda başa düşürsünüz ki, həqiqətən o adam zəng vurmuşdu. Onda başa düşürsünüz ki, bu skam idi. Yəni, bu skam bir tərəflidir. Yəni, süni zəka sizə zəng vurur, amma eyni zamanda onun özünə zəng vurmaq mümkün deyil. Və üçüncü mübarizə yolu, danışdığınız, zəng vurduğunuz o səslə uyğunsuzluqlar tapmaqdır. Pauzalar eləmək lazımdır. Məsəl üçün, süni zəka danışıqda pauzalarla hələ də problemlər yaşayır. Onu demək istəyirəm ki, belə bir zəng gəlsə və siz özünüzü, yəni bu vəziyyətdə çox emosional bir hal keçirəcəksiniz. O an, gedirəm, göndərirəm və qaçıb göndərməyin. Yəni, bir 10 dəqiqə özünüzə verin ki, 10 dəqiqənin ərzində heç nə baş verməyəcək. Bəlkə mən öyrənim, həqiqətən bu mənim qızımdır zəng vuran, həqiqətən bu mənim müdürümdür məndən hal-hazırda pul istəyən, yoxsa yox. Yəni, bu pauza sizi böyük fəlakətdən qoruya bilər. Və sonda onu demək istəyirəm ki, ümumiyyətlə, süni zəkanın inkişafı ilə bağlı mən özüm də bunu edirəm və hamıya onu tövsiyə edirəm ki, bir yazılı, əlinizlə yazılan bir jurnal ya bir gündəlik saxlayın. Hansında ki, siz öz fikirlərinizi özünüzlə, yəni heç kəs ətrafdan baxmadan, yəni heç bir alqoritm baxmadan, yəni bu sizin bir dünyanızdır və orada öz fikirlərinizi, yəni süni zəka haqqında öz fikirlərinizi və ümumiyyətlə fikirlərinizi əlinizlə, qələmlə fiziki dəftərə yazmaq. Çünki biz belə bir dövrdə yaşayırıq hal-hazırda, hansında ki, hər həftə nəsə baş verir. Hər gün süni zəka hansısa formada inkişaf eləyir və bu məlumat axınına əslində insan psixologiyasına ağrılı gələ bilər və belə bir momentlər hansında biz özümüzləyik, öz beynimizlə. Bu anlar bizə çox aydınlıq verə bilər, hansında ki, biz artıq başa düşürük, okey, bu mənim fikirləşdiyim bir şeydir. Bu isə süni zəkanındır. Məncə bu dövrdə bizə çox vacibdir ki, biz öz şəxsi məlumat suverenliyimizi saxlaya bilək. Yəni, öz fikirlərimizlə özümüz təklikdə qala bilək.